Deyəsən heç kəs yoxdur. Səməd! Qonaq qəbul eləmirsən? Səməd, bu nə cür qonaq qəbul eləməkdir? Keçin içəri Xəlil, gəlirəm. Deyəsən bizim gəlişimiz ev yiyəsinin ürəyindən olmadı. Ay eviniz Allah yıkmasın. Bura niye gelipsiz? Ecel üz çatı. Narahat olma Səməd, qabağda Basqulu bəy var. Kəlbəla İsmail'lə danışığa gedərək. Vallahi qurdurə yiyipsiz. Kişilərin yanında məni biyabır elədin. Geç içəri. Siz Allah məndən incimeyin. Qonşu, qəmli onun adamıdır, hər addımımızı izləyir. Sizin gəlməyiniz çox xoşdur mənə. Sağ olun. Çox sağ olun ki, belə vaxtda atınızı mənim qapıma sürübsüz. Vaxt pisdir bəy, qurbanın olum. Bu saat samavara ot salım. Ay kişi, narahat olma. Bəri gəl. De görə kətdə nə var, nə yox? Kətdə işlər xarabdır, qurbanın olum bəy. Hər gün kişilər bir yerə yığıb deyirlər, gərək hökumətin əleyhinə qalxasız. İman haradadır? İmanı ilə bəylərin toyunda tutublar. Sonra da Qolcudan Bəhrəmi, Əziz Kətli Həsəni, ondan sonra Təməzdən xəbəri də qatdılar onlara. Kərbəlayı nə vaxt görümsən? Kərbəlayı bura gəlməyib ki. Kərbəlayı Odriyə oturub Qarabağlarda. Küllü ixtiyarı da verib qəmli onun əlinə. Bu zalim oğlu da cəlladın baş kəsənin biridir ay bəy. Allah haqqı fır fırladır. Hər tərəfə də öz adamların qoyub. Çox qanlar töküb bu qəmli o. Bizim Mürsəlin töyləsindən köhnəcə bir aynalı tapıblar. Şilvərə san